Abiler, sizin güya düşmən kimi gördüyünüz İsrail sizə yardıma gələndə qapılarınızı taybatay açdınız. Türkiyənin bir çox şəhər və kəndlərinin yerlə yeksan edildiyi zəlzələdə ilk olaraq yardıma gələnlər içərisində İsrail də var idi. Madam ki siz İsraillə düşmənsiz, madam ki siz İsraili lənətlənmiş xalq adlandırırsınız, o zaman niyə qapılarınızı taybatay açdınız? Və bugün dünyada İsraillə iqtisadi əməkdaşlıqda 5-ci yerdədir Türkiyə. O zaman abilər, necə olur ki siz İsraildən aldığınız parayla övladlarınıza çörək yedizdirirsiniz? Onda belə çıxır ki siz düşməninizin əlindən çörək mi yeyirsiniz? Türkiyənin İrandan aldığı neftin İsrailə satıldığı faktları var. O zaman yenə də deyirəm, siz necə düşmənçilik eləyirsiniz ki, düşməninizdən aldığınız pulla özünüzdə, çocuğunuzda ekmek yiyorsunuz. Bunu da bir Türk dilində demək istəyirəm. Çünki həqiqətən də insana çox ciddi şəkildə təsir göstərir. Düzdür, bugün Türkiyə mediasının nə deməsindən asılı olmayaraq Azərbaycan və Türkiyə qardaşlığı sarsılmazdır. Türkiyə televiziyaları və Türkiyənin müxalif deputatları unutmasınlar ki, Türkiyə darda olanda birinci köməyinə çatan Azərbaycandır. Bunu meşə yanğınlarında deyə bilərəm. Bizim Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin yanğın söndürənləri özlərini odun içərisinə atırdılar ki, oradan Türkiyə bayrağını xilas eləyəcəklər. Amfibiya təyyarələrimiz ilk olaraq havaya qalxdı meşə yanğınlarında. Çünki biz qardaşlarımızın köməyinə gedirdik. Biz qardaş sözünü dildə demirik sadəcə olaraq. Biz qardaşlığımızı əməlimizdə göstəririk. Azərbaycan məhəlləsi bilirsiniz necə məhəllə qurulub Türkiyədə? Siz gözəl bilirsiniz əslində. Azərbaycanı suçlayanlar lap gözəl bilirlər Azərbaycanın dəstəyini Türkiyəyə. Neyniyə ki onların da yanaşması ondan ibarətdir. Amma bu bir yerdə dayanmalıdır. Türkiyədə dağıntılar altında qalan onlarla insanı məhz Azərbaycanın xilas ediciləri xilas etdilər. Xəsarət alanlara məhz Azərbaycanın ora təyin olunan, elzam olunmuş həkimləri xilas etdilər, həyata qaytardılar. Yerlə yeksan olunan məhəlləni Azərbaycan məhəlləsi adında məhz Azərbaycan qurdu sizə verdi. Bir ömür yaşayacaq.